Bu videonu izləyən hər kəsə salam. Başqa, özcə, qeyri, əlavə, ayrı sözləri həm sifət ola bilir, həm qoşma ola bilir. Testlərdə qabağımıza bu formada çıxır. Bəs hansının olduğunu necə tapaq? Baxın, bilirik ki, bunlar fərqləndirmə qoşmasıdır və fərqləndirmə qoşması olaraq bir də bunların yanında hansı söz olmalı idi? Savayı sözü olmalı idi. Amma mən burada, bu hissədə savayı sözünü yazmamışam. Niyə yazmamışam? Ona görə ki, savayı sifəti yoxdur. Sadəcə qoşma olaraq işlənir. Deməli, istənilən bir test tipində bu sözlər bizim qarşımıza çıxıb, qoşmadır yoxsa sifətdir fərqləndirmək lazım olanda biz həmin sözləri sadəcə savayı əvəzləyə bilərik. Əvəzləyə biliriksə qoşmadır, əvəzləyə bilmiriksə sifətdir. İşdən başqa bir şey düşünmür. İşdən savayı bir şey düşünmür. Baxın, buradakı başqanı mən götürüb yerinə nə yaza bilərəm? Savayı yaza bilərəm. İşdən savayı bir şey düşünmür. Onda nə olacaq? Olacaq qoşma. İndi bu ikinci nümunəyə baxaq. İşdən başqa sənədləri də yoxlamağı tapşırıblar. İşdən savayı sənədləri də yoxlamağı tapşırıblar, olmaz. Deməli, onda bu nə olacaqdır? Olacaqdır sifət. Artıq bu qoşma olmayacaq. Keçək üçüncü nümunəyə. Üçüncüdə mən əlavə sözündən işləmişəm. Səndən əlavə sual verən olmadı. Səndən əlavə sual verən olmadı. Səndən savayı sual verən olmadı. Əvəzləyə bilirəm. Deməli, nə olacaq? Qoşma olacaq. Səndən əlavə suallara da cavab istəyəcəklər. Səndən savayı suallara cavab istəyəcəklər olmadığına görə buradakı əlavə sözü hansı nitq hissəsi olacaqdır? Olacaqdır sifət. Hansı formada işlənməsindən asılı olmayaraq qoşmadır yoxsa sifətdir fərqləndirmək istəyəndə sadəcə onu savayı sözünə əvəzləyin. Savayı qoşması var, sifəti yoxdur. Ona görə də sifət olduğu məqamlarda savayı sözünü əvəzləmək mümkün deyil.